Salam əziz məktəbli dostlar, bugün son yarpaq mətnini oxuyub müzakirə edəcəyik. Əvvəlcə belə bir sualla başlamaq istəyirəm ki, siz 6-cı sinifdə keçdiyimiz inan və ümid mətnlərini inanıram ki, xatırlayırsınız. Sual: Ümid şamının söylədiyi "Nə qədər ki mən yanıram, həyat işıqlı olacaq" cümləsini necə izah edə bilərsiniz? Yəni şam hər halda deyir ki, nə qədər ki işıq var, yəni mən yanıramsa həyat işıqlı olacaq. Yəni ümid var. Şamın son işığına qədər ümid var. İnan mətnində isə deyilir ki, şüa günəşdən bir zərrə götürüb yer üzünün ən yaxşı insanına vermək istəyir. Və bu məqsədlə belə bir insan axtarışına çıxır. Xeyli axtardıqdan sonra o zərrəciyi adi bir rəngsazın qəlbinə salır. Bundan sonra daxilində inam yaranan rəngsaz öz işini çox gözəl yerinə yetirir və hamı onun istedadlı rəssam olduğunu güman edir. Şüa günəşə bildirir ki, onun istisini qarşısına çıxan ilk insana vermişdi. Günəş deyir, sən ona inandığın üçün o daha yaxşı insan oldu. Ümid mətnində isə 4 şamdan, sülh, səmimiyyət, sevgi və ümid şamlarından danışılır. Şamların hər biri sönəndən sonra yalnız ümid qalır və o oğlana bildirir ki, nə qədər ki ümid şamı yanır, həyat işıqlı olacaq və öz odu ilə digər şamları da yandıracaq. Yəni ümid şamı o deməkdir ki, sənin içində bir şeyin düzələcəyinə dair ümid, inan varsa və sən onun üçün çalışırsansa, deməli o həyata keçə bilər. Yəni keçmə ehtimalı çoxdur. Məsəl üçün sən ümid eləyirsən və inanırsan ki, universitetə qəbul olacaqsan və bunun üçün o ümidlə, o inamla başlayırsan dərslərini daha yaxşı oxumağa. Və bu zamanda məqsədinə çatmış olursan. Gəlin baxaq. Son yarpaq. Vaşinqton xiyabanından qərbdə yerləşən kərpic binalardan birində 2 rəssam qızın, Sue və Johnson'in studiyası yerləşirdi. Qızların xasiyyət və zövqlərindəki oxşarlıq onları yaxın rəfiqəyə çevirmişdi. Bu hadisə noyabr ayında baş vermişdi. Şəhər böyük bir narahatlıq içində idi. Həkimlərin pnevmoniya adlandırdıqları xəstəlik bir çox evləri matəmə bürümüşdü. Johnsi də bu xəstəliyə tutulmuşdu. Həkimlərin müalicəsi heç bir nəticə vermirdi. Onsuz da zəif olan qız xəstəlikdən daha da solmuşdu. Həyatdan tamamilə əlini üzüb, günlərlə sakitcə yerində uzanır, heç nə yemir, içmir, danışmırdı. Təngnəfəslikdən boğulur, onu dünyaya bağlayan son ümidlərini də günbəgün itirirdi. Sue'nun da qanı qara idi, rəfiqəsi üçün çox üzülürdü. Bir səhər Johnson'ı müalicə edən həkim qayğılı halda Sue'ya yaxınlaşıb dedi. Johnson'ın vəziyyəti ağırdır. Bilirsinizmi? İnam olmayan yerdə təbabət acizdir. Təbabət yəni tibb sahəsi. Yəni o deyir ki, əgər sən artıq xəstəliyini qəbul etmirsən ki, öləcəksən, ona görə də artıq tibb heç nə eləyə bilməz. Gərək sənin içində sağalmağa aid ümidin ola. O, özü sağalacağını ümid etmir. Bu ümidsizlik verdiyim dərmanların təsirini 2 qat azaldır. Sizdən rica edirəm, əgər rəfiqənizin yaşamasını istəyirsinizsə, onun həyata olan marağını geri qaytarın. Əgər bir gün rəfiqəniz bu soyuq qış günündə sizdən nəyin dəbdə olması barədə soruşsa, hesab edin ki, vəzifənizi yerinə yetirməyə müvəffəq olmusunuz. Gəlin baxaq, həkimin sonuncu cümləsinin mənasını izah edin. Onun fikrinə münasibət bildirin. Həkim nə deyir? Əgər bir gün rəfiqəniz bu soyuq qış günündə sizdən nəyin dəbdə olması barədə soruşsa, hesab edin ki, vəzifənizi yerinə yetirməyə müvəffəq olmusunuz. Yəni insanı ümid, inan həyata bağlayır. Bəzi suallar verim uşaqlar. Rəssam qızların studiyası harda yerləşirdi? Vaşinqtonda, xiyabanın qərbində. Sonra, nə üçün Sue'nun qanı qara idi? Çünki onun rəfiqəsi xəstə idi. Həkim Sue'yə nə dedi?
Yəni dedi ki, əgər onun sağalmağa aid inamı, ümidi yoxdursa, verdiyimiz dərmanların heç bir gücü, təsiri yoxdur. Yəni dərmanların da təsiri azalır. Həkimin sözlərinə münasibətiniz necədir? Əlbəttə ki, mən düşünürəm ki, həkim doğru deyirdi. Əgər insanın içində yaşamaq sevinci olsa, insanın bədən üzvləri də sanki onun xoşbəxt olduğunu anlayır. Məsəl üçün, sevinəndə bəzən sevincdən ürəyimiz döyünür, amma kədərli olanda sanki ürəyimizin də döyüntüsü zəifləyir. Və yaxud da ki, sevinəndə gözlərimizin içi gülür, amma kədərlənəndə isə üzümüzdə, bənizimizdə, sifətimizdə həmin anda bu kədər, bu məyusluq hiss olunur. Həkim gedəndən sonra Siyu əməliyyatxanaya gedib bir xeyli ağladı. Sonra göz yaşlarını sildi. Malberti götürüb cəsarətlə Consinin otağına daxil oldu. Consi yorğanın altında büzüşmüşdü. Xəstəlikdən də çox ümidsizlikdən solmuş gözlərini pəncərəyə zilləmişdi. Siyunun ürəyi ağrıdı, lakin biruzə vermədi. Malbertini qurdu və şəkil çəkməyə başladı. Birdən qulağına pıçıltı səsi gəldi. Tez çarpayıya yaxınlaşdı və diqqətlə qulaq asmağa başladı. Consi gözlərini geniş açaraq pəncərəyə baxır və tərsinə sayırdı. 12, 11, bir qədər gözlədikdən sonra yenidən saymağa başladı. 10, 9, 8, 7, Siyu pəncərəyə baxırdı. Orada sayılası nə var idi ki, yalnız köhnə kərpic binanın divarı və ona sarılmış solmaqda olan sarmaşıq. Nəyə baxırsan? 6. Consi zəif səslə dedi. Getdikcə daha sürətlə azalır, hələ 3 gün bundan əvvəl 100-dən çox idi. Bax, biri də düşdü. Artıq 5 dənədir. Axı sən nədən danışırsan? O sarmaşığı görürsən, onun axırıncı yarpağı düşəndə mən də öləcəyəm. Bu nə mənasız söhbətdir? Sarmaşığın yarpaqlarının düşməsi ilə sənin ölməyinin nə əlaqəsi ola bilər ki? Əksinə, həkim mənə dedi ki, sən tezliklə sağalacaqsan. Bilirəm, bunların hamısını məni sakitləşdirmək üçün deyirsən. Boş-boş danışma, yaxşısı budur, yat dincəl. Mən Bermanı çağırmağa gedirəm. Rəsmi tamamlamaq üçün onun köməyinə ehtiyacım var. Qoca Berman aşağı mərtəbədə yaşayırdı. Rəssam idi, amma bütün ömür boyu heç bir diqqətə layiq əsər yaratmamışdı. Həmişə bir gün şah əsərini yaradacağından danışsa da, onu hələ çəkməyə belə başlamamışdı. Siyu Bermanı tapıb ağlaya-ağlaya Consinin düşüncələri haqqında qocaya danışdı. Berman özündən çıxdı. Nə? Bu nə axmaqlıqdır belə? Lənətə gəlmiş sarmaşıqdan tökülən yarpaqlar ölümə necə səbəb ola bilər? İlk dəfədir eşidirəm. Ah, zavallı balaca Miss Consi. Buna son qoymaq lazımdır. Amma necə? Növbəti gün səhər qısa müddətli yuxudan sonra Siyu gördü ki, Consi gözlərini pəncərədən çəkmir. Siyu onun baxdığı istiqamətə diqqət yetirəndə təəccübləndi. Çox şiddətli yağışdan və güclü küləkdən sonra divarda sarmaşığın yeganə sonuncu yarpağı görünürdü. Üzücü günə bir gecə də əlavə olundu. Sanki yarpaq ağaca yapışdırılmışdı. Onlar hətta alaqaranlıqda belə yeganə yarpağın kərpic divara toxunan saplağının üstündə olduğunu görürdülər. Ertəsi gün Consi uzanmış halda uzun müddət yarpağı seyr etdi. Sonra Siyunu çağırdı və onun üçün toyuq bulyonu bişirməsini xahiş etdi. Mən düz eləmirəm, Consi dedi. Öz ölümünü arzulamaq günahdır. Son yarpaq mənə bunu demək istəyir. Mənə biraz bulyon ver, amma yox. Əvvəlcə güzgünü gətir, sonra isə mənə də görüm, indi nə dəbdədir. Siyu sevincindən özünə yer tapa bilmirdi. Həkimin dedikləri həyata keçmişdi. Təhlükə sovuşmuşdu. Consi artıq sağalmağa başlamışdı. Bir neçə gündən sonra Siyu Consini qucaqlayıb dedi. Sənə bir söz deməliyəm, Consi. Mr. Berman xəstəxanada sətəlcəmdən vəfat etdi. Bir gün əvvəl qapıçı bədbəxt qocanı öz otağında döşəmənin üstündə uzanmış vəziyyəti tapıb. Paltarları yamyaş idi. Heç kim onun belə şiddətli bir gecədə hara çıxdığını anlaya bilməyib. Yanında fənər, nərdivan, fırça və palitra varmış. Pəncərəyə baxan sarmaşığın sonuncu yarpağına nəzər sal, əzizim. Güclü küləyin onu yerindən tərpədib qopara bilməməsi səni təəccübləndirmirmi? Bəli, əzizim. Bermanın şah əsəri budur.
onu sonuncu yarpağın düşdüyü həmin gecə yaradıb. Bəli, uşaqlar, həmin o yarpağı Berman çəkib. Əslinə qalsa sarmaşıqdakı bütün yarpaqlar tökülmüşdü. Lakin qonşu Berman Jonsi üçün yağışlı havada çıxıb divarda yarpaq çəkmişdi. Deməli, nə üçün Jonsi sarmaşığın yarpaqlarını sayırdı uşaqlar? Ona görə ki, o düşünürdü ki, son yarpaq düşəndə o da öləcək. Bəs qoca Berman kim idi? O, qonşuluqda yaşayan qoca bir rəssam idi. Jonsinin vəziyyətinə, onun münasibəti necə oldu? Qoca Jonsinin öz ölümünü bir yarpağa bağlamaqdan məyus olmuşdu. Buna əsəbləşmişdi. Jonsidə ümidin yaranmasına səbəb nə oldu? O divardakı sarmaşığın üzərində qalan son yarpaq. Əslində o yarpaq deyildi. O, qoca Bermanın, rəssam Bermanın çəkdiyi yarpaq şəkli idi. Nə üçün Siyu yarpaq şəklini Bermanın şah əsəri adlandırdı? Çünki onun çəkdiyi bir dənə yarpaqla birinin həyatı qurtulmuş oldu. Yəni, kimisə həyata döndürdü. Sizcə, Siyu onu şah əsər adlandırmaqda haqlı idimi? Bəli, məncə haqlı idi. O Henrinin hekayəsi. Söz ehtiyatına baxaq, lüğətdən istifadə edərək studiya və pnevmoniya sözlərinin mənasını aydınlaşdırın. Aha. Uşaqlar, siz bu sözü istər internetdə özünüz araşdıra bilərsiniz və ya da mən də deyə bilərəm. Əminəm ki, bir çoxlarınız da bunların mənasını bilirsiniz. Studiya hər hansı bir işin görülməsi üçün bir yerdir. Məsəl üçün, studiya sözü sizə tanış ola bilər. Kinostudiya, telestudiya, fotostudiya kimi. Və rəssamların da öz emalatxanaları onların studiyası adlandırılır. Tibbi termin olan pnevmoniya, yəni uşaqlar, studiya qızların elə düşünün ki, bir iş gördükləri bir ofisi var imiş. Yəni rəsm studiyası var imiş. Pnevmoniya da uşaqlar tibbi termindir. Yəni xəstəlik adıdır. Bu xəstəliyin bəzi simptomları, məsəl üçün, təng nəfəslik, iştahsızlıqdır ki, biz mətndə də həmin bu pnevmoniyanın əlamətlərini oxuduq. Gəlin, istəyirsiniz bir daha baxaq görək. Baxın burada. Təng nəfəslikdən boğulur, onu dünyaya bağlayan, baxın bir dəqiqə mən karandaşla göstərim. Heç nə yemir, içmir, təng nəfəslikdən boğulur. Sizcə, Siyu Bermanın çəkdiyi yarpağı niyə onun şah əsəri hesab edirdi? Mən düşünürəm ki, artıq bunu mən izah etdim sizə. Siz bu barədə essedə yaza bilərsiniz. Məsələn, insanda inam yaratmaqla ən ağır xəstəliyi belə müalicə eləmək mümkündür. Yəni, sən onun sağalacağına kimisə inandırırsansa, deməli, artıq müalicənin böyük bir hissəsi başlayıb deməkdir. Təbiət insanın inamından güclü olmalıdır. Və ya başqasının həyatını xilas etmək üçün öz həyatını qurban verməyə dəyər və ya dəyməz. Bu kimi ifadələr də qoca Bermanın xüsusiyyətində gördük biz. O, qoca olduğu halda güclü, yağışlı, küləkli havada gedir, neyniyir? Yarpaq çəkir. Halbuki onun bugünə kimi heç bir əsəri, şah əsəri yox idi. Sadəcə o düşünürdü ki, hər dəfə mən haçansa öz şah əsərimi yaradacağam. Və o, birinin həyatını xilas etmək üçün, daha doğrusu birinə ümid vermək üçün tökülmüş sarmaşığa, yarpaqları tökülmüş sarmaşığa gedib bir dənə də yarpaq, sonuncu yarpağı çəkdi və bu da Jonsinin həyatını xilas etdi. Ona görə də bir dənə yarpaq şah əsər sayıla bilər.